Bitdi. Müayinədə xanımda ikinci sonsuzluqdur. Yəni 1 il adı var. Uzun müddətdən sonra hamiləlik istəyir alınmır. Uşaqlıq boynunun xarici dəlik səviyyəsində böyük bir fibroz, çox bərk konsistensiyalı fibroz bir polip var. Yəni çox çətinliklə kanalı keçdik. Və kanalı keçəndən sonra ilk maye vuruşumuzda demək yalnız sağ tərəfdən, indi sizə göstərin baxaq. Yalnız sağ tərəfdə gördüyünüz kimi burada keçicilik gördük, amma sol tərəfdə sızma var idi. Bir neçə dəfə dərman vurmamızı davam etdikdən sonra hər iki tərəfdə, baxın, həm sağda, həm solda, bura sağımızda, bura solumuzda, həm sağda, həm solda keçiciliyi əldə edə bildik. Düşünürəm ki, polipi götürsək daha məqsəd uyğun olacaq ki, arıya salaq polipi də götürək ki, xanımda rahat hamiləlik baş versin. Düzdür, poliplə, servikal kanalda olan poliplər bizə hamilə qalmağa əngəl olmur. Amma hər ehtimal nə görürüksə, nə xoşumuza gəlməyən bir struktur varsa götürməkdə fayda var. İnşallah tez zamanda hamiləliyimiz də olar. Çünki dəfələrlə folikul yetişdi, patladı, tutmadı deyə məcbur qalıb boruları yoxladıq. Bildiyimiz kimi dediyim sağ bağlı idi. Üçüncü dəfə dərman yeridildikdən sonra sağ borda da keçiciliyi əldə edə bildik. İnşallah bundan belə hamiləliyimiz olar.